Hər vaxtınız xeyir olsun. Hörmətli CBC Sport tamaşaçıları. Zirə İdman Kompleksinin stadionundayıq. BC Premier Liqasının 24-cü turunun mərkəzi qarşılaşması. Zirə Qarabağ qarşılaşması. Zirə Qarabağ oyunu ilə qarşınızdayıq və turnir cədvəlində hazırda ikinci pillədə olan Qarabağ 4-cü pillədə qərarlaşan Zirənin qonağıdır. Tur Araz Naxçıvan Karvan Yevlax qarşılaşmasına start götürdü. Araz Naxçıvanın 2-1 hesablı qələbəsi qeydə alındı. Daha sonra Sumqayıt Şamaxı maçında Şamaxı 1-0 qalib gəldi. Bugün oynanılan İmişli Sabah maçında Sabah komandası lider Sabah rəqibini 5 cavabsız golla məğlub etdi və turnir cədvəlində liderliyini möhkəmləndirdi və bir qədər sonra Zirə Qarabağ maçı başlayacaq. Turun qalan görüşləri Kəpəz, Turan Tovuz və Qəbələ Neftçi görüşləri isə sabah oynanılacaq. Bu an üçün turnir cədvəlində lider Sabahdır, 59 xalı var. 24 oyuna Qarabağ, 22 oyuna 49 xalla ikincidir. Beləliklə, Fərid Hacıyevin startı səsləndi və Zirə Qarabağ qarşılaşması start götürdü. Montiel'dən birbaşa qapıya zərbədir. Qapıcı dəf edir. Thiago Silva zərbəni dəf etdi və ardınca da Juan Renato özünü çatdırdı. Bikalyo topladı. Bikalyo'dan cərmə meydançasına Anca Mutsinzi. Mübarizəni udur. Uzaqdan zərbə indirilir və gol! 22-ci dəqiqə Montiel fərqlənir. Uzaqdan endirilən zərbə Montiel hesab açır. Qarabağ hesabda önə keçir. Thiago Silva bu qola reaksiya verə bilmədi. Zərbəni dəf edə bilmir. Baxırıq Montiel uzaqdan endirilən zərbə və Thiago Silva. İndi ötürmə etdi Rövlan Muradov istiqamətdə. Qabaqladı Medina Rövlan Muradovu. Medina. Top ikisi qapıya zərbə indirilir. Amma topu qapçıya yaxın zonaya göndərdi Rövlan Muradov. Ondan ötürmə qapı qarşısı. Başla zərbə. Dirəyə dəyən top. Duran topu qapı dirəyinə vurdu. İkinci qola çox yaxınlaşdı Qarabağ, amma Duran bu epizoddan istifadə edə bilmədi. Gözləyirik ötürməni. Kadi ötürmə gəldi qapı qarşısına və top qapıdan aralı keçir. Volkov bir rəqibi keçdi amma və təzyiq davam edir. Volkov burada isə Koxalski özünü çatdırdı. Vaxtında çıxdı Koxalski, azacıq geciksəydi Volkov artıq onunla üzdə qalacaqdı. Fərid Hacıyev ilk hissəni bitirir. Və ikinci 45 dəqiqə başladı Zirə Qarabağ maçında. Montiel keçdi. İsmail ötürmə gəldi. Qapı qarşısında Thiago Silva. Onun müdaxiləsi var. Medina. Zubir. Zubirdən Cinaha. Qarabağın hücumu təhlükəli ola bilər və bu da ikinci gol! 55-ci dəqiqə Camilo Duran fərqlənir. 2-0 oldu hesab. Qarabağ üstünlüyünü bir qədər də möhkəmləndirir. Golun müəllifi Camilo Duran'dır. Mövsümdə 5-ci golunu vurur Duran. Vəziyyət öz xeyirlərinə dəyişmək üçün gol önəmlidir və bu qola yaxınlaşdılar, amma Konate fərqlənə bilmir. Koxalski imkan vermədi. Yaxınlaşdılar rəqibin cərmə meydançasına. Ceyhun, Volkov, Ceyhun
Ceyhun zərbə indirir və gol! 70-ci dəqiqə Ceyhun Nuriyev fərqlənir. İntriqa qayıdır oyuna. Zirə fərq azaldır Ceyhun Nuriyevin vurduğu golla. İki bir olur hesap. ...90 üstə gəl 7-ci dəqiqədə Ruan Renatonun vurduğu golla məğlubiyyətdən qaçdı Qarabağ Zirə komandası. Cəfər Quliyev ötürməyə zərbə indirilir və top qapıdan keçmədi. Kadi topladı. Zirənin fərqlənməsi Qarabağı hərəkətləndirdi. Daha bir imkan və 3-cü gol vurulur. 3-1. Bu dəfə Kadi Borges fərqlənir. 72-ci dəqiqədə hesab arasındakı fərq yenə 2 topa yüksəlir. Kadi fərqləndi. Bu goldan az əvvəl təhlükəli vəziyyət golla tamamlanmadı, amma davamında Kadi topu rəqib qapısından keçirməyə müvəffəq olur. Silva ötürmə Duran istiqamətinə. Duran irəliyir. Ruan Renato gelişdi. Duran cərmə meydançasında. Duran, amma bu hücumu gola tamamlamaq mümkün olmur və qapıcı ilə toqquşdu. Burada Camilo Duran, Thiago Silva ilə bir toqquşma var. Qapıcı zədələndi ilə. Qarabağın futbolçuda həmçinin tibbi yardıma ehtiyac duyulur. Baxırıq bir daha. Bax bu sərt toqquşma. Və Thiago Silva başından bir zərbə aldı. Bu hücumdan bir şey çıxara biləcəkmi meydan sahibləri? Zərbəyə imkan verilmir hələ ki. İndi zərbə indirilir, amma dəqiq deyil. Endik'in ötürmə gəldi qapı qarşısına. Zərbə indirilir. Top qapıdan aralı keçdi. Və bu da final fiti. Fərid Hacıyevin fiti səslənir. Zirə Qarabağ maçı yekunlaşır.